Salam dostlar, xoş gördük. Bir müddət əvvəl bir bankda cif kod nədir və hardan tapmaq olar adlı videomu paylaşmışdım. Həmin videodan sonra bir izləyicimiz belə bir sual yazıb. Məndə cif kod axorda görünmür, necə edim bəs? Əslində bu çox yaxşı sualdır. Çünki cif kod sizin bank müştəri nömrənizdir. Yəni Kapital Bank sistemində sizə məxsus unikal identifikasiya nömrəsidir. Bu kod bəzən kart əməliyyatlarında, bəzən də onlayn müraciətlərdə lazım olur. Gəlin indi addım-addım baxaq. Cif kodu bir bank tətbiqində hardan tapmaq olar? Əvvəlcə bir bank tətbiqinə daxil oluruq. Sonra ekranın sol yuxarı hissəsindəki bir loqosuna, yəni profil bölməsinə klik edirik. Açılan pəncərədən profil məlumatları adlı hissəni seçirik. Və elə sonuncu pəncərədə cif yazılan sətirdə sizin cif kodunuz qeyd olunur. Əgər sizdə bu hissə boş görünürsə, sadəcə tətbiqi yeniləyin və ya çıxıb yenidən daxil olun. Kod avtomatik görünəcək. Bu qədər sadə. Ümid edirəm bu video sizə aydın və faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Gələn videolarda yenə faydalı mövzularla görüşərik. Sağ olun.